Əgər miqren baş ağrılarınız tez-tez olursa, ağrı kəsicilərlə məsələni bitirməyə çalışmayın. Miqren sadəcə baş ağrısı deyil. Miqren beyin, damar və sinir mexanizmləri ilə əlaqəli kompleks bir prosesdir. Bu zaman beyində damar tonusu dəyişir, neyroiltihabi reaksiyalar aktivləşir, ağrı yolları həssaslaşır. Əgər miqren ayda bir neçə dəfə təkrarlanırsa, bu artıq sadəcə ağrı epizodu deyil. Xroniki miqren diqqət azalmasına, zehni yorğunluğa, emosional həssaslığa səbəb ola bilər. Bəzi pasientlərdə miqren risk faktorları ilə paralel gedə bilər. Xüsusilə arterial təzyiq problemi, metabolik pozuntular, stres yüklənməsi olduqda bu daha ciddi yanaşma tələb edir. Sadəcə ağrı kəsici qəbul etmək miqreni idarə etmək demək deyil. Ağrını müvəqqəti susturmaq olar, amma səbəbi aradan qaldırmaq üçün kompleks yanaşma lazımdır. Yəni ağrı kəsicilər və blokada etdirməklə iş bitməz. Beyin sağlamlığı yalnız ağrının olmaması demək deyil. Vacib olan stabil neyrodamar balansın, yəni sinir və damar sisteminin təmin edilməsidir. Klinikamızda miqreni kompleks şəkildə müalicə edirik.